NATO'da ikinci üsyan İspanya'dan sonra İtalya-İran müharibəsindən rəsmən imtina elədi. Gündəm xəbərinin efirində 31 Mart tarixidir və dünya mediasından bir xəbəri diqqətinizə çatdıracaq. Belə ki, İtaliya hökuməti Amerika ordusuna məxsus hərbi təyyarələrin Sitsiliya adasındakı strateji Sigonella aviabazasından İranla hərbi məqsədi ilə istifadəsinə qəti şəkildə qadağa qoyub. Belə ki, yerli nəşrin yaydığı məlumata görə İtaliya müdafiə qərargahının rəisi Luciano Portolano bir neçə Amerikanın qırıcısının yaxın şərqə göndərilməsindən əvvəl məhz Sigonella'da eniş etmə cəhdinin qarşısını alıb və Müdafiə Naziri Guido Crosetto'ya məruzə edilən insident zamanı məlum olub ki, Amerika tərəfi uçuşlar üçün əvvəlcədən rəsmi icazə almayıb və İtaliya hərbi rəhbərliyi ilə məsləhətləşmələr də aparmayıb. Məlumata görə Amerika təyyarələrinin planları barədə məlumat onlar artıq havada olarkən məlum olub və İtaliya tərəfi sorğunu rədd edərək bildirib ki, bu uçuşlar logistik xarakter daşımır və mövcud iki tərəfli hərbi sazişlərdə nəzərdə tutulmayıb. Nazir vurğulayıb ki, İtaliya ərazisi üçüncü tərəfə qarşı hücum əməliyyatları üçün məhz istifadə edilə bilməz və məlumatda bildirilir ki, İspaniyadan sonra İtaliyanın da bu cür sərt mövqe nümayiş etdirməsi NATO'nun cənub cinahında Amerikanın hərbi logistikasını ciddi şəkildə iflic eləyib və Vaşinqtonun bu addımı müttəfiqlərə hörmətsizlik kimi qiymətləndirilir və Roma ilə münasibətlərdə son illərin ən böyük diplomatik gərginliyinə yol açmış olub və hazırda Amerikanın hərbi təyyarələri yanacaq doldurma üçün alternativ marşrutlar axtarmağa məcbur qalıb.